Salam dostlar, xoş gördük sizi. Umarım ki yaxşısınız. Xahiş eləyəcəm, əgər imkanınız olsa, share eləyin dərsləri. Həm çox dostlar görsünlər sizin səfərlərinizdə də, həm də ki, istəyən olsa hər halda faydalansın. Çalışıram ki, bir dərdə dəyən bir şey olmuş olsa təqdim eləyim. Ərz edeyim xidmətinizə ki, mən 5-6 nəfəri də çağırım, sonra görək ki, nə olur. Bəzən hətta əfsus edirəm ki, bu dərsləri mən türkcə deməyəydim, farsça da deyəydim. Bəlkə ərəblər, bəluçlar, türkmənlər və o birisi millətlər də bundan fayda aparaydılar. Amma beləsi gəlibdir buradan. Təqribən yarım dəqiqəcə mən gəlim ki, dərsimizi başlayaq. Okay. Bir dəfə də salam ərz edirəm əziz dostlara. Umarım ki, halınız yaxşıdır. Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 20-cisini başlayırıq və birinci qismətdə inkişaf gazeteciliği ya توسعه gazeteciliği. Bu termin yani روزنامه‌نگاری توسعه ya توسعه ya inkişaf gazeteciliği danışgahlarda bir elmi termindir. Mən özümdən çıxartmamışam. Üstündə bəhs olur. Bununla belə ki, çox naqis bəhs olur və bizə çox şeylər deyilmir. Adam gələ təcrübədə öyrəşsin və ha belə bir inqilabi fikri olsun, onlara çatsın, ya mütaliəsi olsun, onlara çatsın. Amma bu termin hər halda dərs verilir. Bunun biri də çox az müşəxxəsələrin bizə deyərlər danışgahlarda və biz onları oxuyarıq. Amma İran baxışı mütəəssifanə bilirsiniz, İran fərhəngində, Fars fərhəngində, o fərhəng hakimdə ki, hejmon da ondadır indilikdə, onda İran mərkəzi dünyadır. Necə bir zaman insanlar fikir edirdilər ki, Kəhkəşanın və hətta külli kainatın mərkəzi yer kürəsidir. Mütəəssifanə İranlılar da fikir edirlər ki, yer kürəsinin mərkəzidirlər. Və fikir edirlər, fəqr buradandır. Baxın, mən bir şeylər bu son günlərdə öyrəşmişəm. Fəqir insan hər nə qədər fəqir olsa belə çox danışır. Və belə fikir edir ki, dünyanın ən xoşbəxt insanıdır. Çünki fəqir insan öz ətrafından qırağa çıxmaq imkanı yoxdur. Məsələn, əgər bir kətdə yaşır, bir balaca şəhərdə yaşır, ya bir böyük şəhərdə hətta yaşır, bəlkə illər boyu geçər və bu adam bir dəfə bir ayrı şəhərə müsafirət eləmək imkanı olması görə insanlar nə cür yaşar? Onun üçün özün dünyanın ən xoşbəxt insanı bilər. Həmişə sərvət, baba, sərvət nədir? Buna görə ki, sərvəti yoxdur, sərvəti təhqir elər. Və bunu dinçilər, İrançılar və siyasətçilər bunu bu adama təlqin eləyiblər ki, sən baxma o birisinin pulu var, sən özündən aşağı ilə özünü müqayisə elə, özünü görcünən Allah'a şükür ilə qəşəng yaşırsan. Məsələn, bir dana işçi həmişə baxar ki, yaxşı, bir dilənçidən mənim vəzim yaxşıdır. Dilənçinin məsələn, deyək gəliri, əlbəttə gəliri çox olur, vəli deyək ki, mənim şərafətim yuxarıdır. Əxlaqım yuxarıdır, ruhiyyəm yuxarıdır. Öz ayağım üstə dururam, özgəyə dayanmıram. İşlirəm əlimin qolumun gücü ilə, iş aparıram qabağa. Ya bir
məlula baxanda deyir, okey, mənim məsələn qıçım var, qolum var, gözüm var, yerirəm, gedirəm, gəlirəm, şükür olsun, bəs mən cila eləmiyim. Normalda o insanlar ki fəqirdirlər, özlərin dünyanın, kainatın mərkəzi bilərlər. Fikir edirlər, behiş bunlarındır. Çünki səbir edirlər, dözürlər. Fikir edirlər, bəlkə bunların hər nəyi vardır, dünyada təkdir. Bunların uşaqlarından əqilli uşaq yoxdur. Bunlar özləri də çox əqillidirlər, amma imkanat yoxdur. Əqilliliklə əqilsizlik hardan bilinər? İmkanatın olmağından. Bu jenhayı xub ki İranda deyirlər, bunlar əqillidirlər. Məncə. Çünki oğurluq da bir əqillilikdir. Bilirsiniz, iki cürə şey var. İki cürə mütəəssifanə tizhuş var. Ya çox ağıllı, IQ-su çox yuxarı insanlar var. Bir olar ki, ixtiraatda, iktişafatda əqillərini işlədirlər. Bir olar ki, bunun mənfi tərəfində. Yəni, bir olar ki, gəlirlər, məsələn, deyək, demokrasini, hüquq-i bəşəri, insan haqların, nə bilim, iqtisadiyyatı, behdaştı, təmizliği, rifahı, əmniyyəti yuxarı yaparırlar. Cürmünə, cinayətlə mübarizə edirlər. Həm də sirvətləri çoxalır. Hətta imkanatdan çox istifadə edirlər. Bir də o dəstə, o tip adamlardırlar ki, genə də çox yuxarı IQ-lar vardı. High IQ-lar vardı, amma bu yuxarı IQ və əqilləri olmaqları deyək. IQ hala, məsələn, çox adam deyir ki, hafizədir. Hafizə deməyək, ağlın işlətməsini deyək. Bir də insanlar da bunları qaçaqda, qətlidə, oğurluqda işlədirlər. Mütəəssifanə istər-istəməz insanlar şeydirlər. Bu şəraitə adət edirlər. İran milləti, İranda yaşayan millətlər çox fəqir millətdirlər. İftizah fəqir millətdirlər. Yəni, savadları var, amma fəqirdirlər. Ağılları fəqirdir. Düşüncələri fəqirdir. Çünki özlərin dünyanın mərkəzi bilirlər. Mən yadıma gəlir, özüm İrandan çıxdım, gəldim Türkiyəyə. Birinci dəfə, ikinci dəfə yox. Qeyddim, sonra Azərbaycana ki, nə? Təbrizə qeyddim. Dostlarla danışırdıq, mənə deyirlər ki, Türkiyəni nə cür görürsən? Deyirdim, Türkiyələr dağlıdırlar. Bizdən dalıdırlar. Baxırdım məhəlli çadralarına baxırdım, paltarlarına baxırdım, bizdən dalıdırlar. Niyə bizdən dalıdırlar? Çünki biz dində bunlardan daha sekular görünürük içəridə. Biz bunlardan dərin analiz edirik siyasəti. Sonralar gəldim, bir il qaldım Türkiyədə. Yenə də bu əqidəm hələ var idi. Sonralar gəldim Kanadaya. 13 il qaldım Kanadada. Bu müddətdə Türkiyənin dili ilə, siyasi dini bəhsləri ilə, ictimai bəhslərlə, hüquqi bəhslərlə, yəni qanun bəhsləri ilə, demokratik bəhslərlə, yəni xalqa dayanaraq توسعه bəhsləri ilə, inkişaf bəhsləri ilə, səthi təhsil bəhsləri ilə, universitetə dərslərin formatları ilə biraz tanış oldum. Tanış olduqca mənim zehnim islah oldu. Gördüm ki, yer ilə göydən fərqi varmış. Biz də orada çadıra salırıq, İranda da baş bağlıdır, burada da başı bağlıdır. Bir iddiadan. Amma oradakı insanın əxlaqı ilə buradakı insanın dini əxlaqları bir deyil. Orada din insanları fasidləşdirir İranda.
Dinin altında insanlar fasid olurlar, əxlaqlarını əldən verirlər. Camiənin tamam hər şeyi aradan gedir. Türkiyədə əksinədir. Tərsəsinədir. Türkiyədə din səbəb olur, insanlar birləşir. İnsanlar dini nəqd edirlər. Budur deyil ki, dini qəbul eləyərlər. Dini nəqd edirlər. Siyasəti nəqd edirlər, hizblər işləyirlər. Hizblər vaqəən bir-birinin opozisyonu və müxalifidirlər. Opozisyon yəni müxalifdirlər. Vaqəən biri iş üstədir, o birisi istir onu yıxa, onun yerinə gələ iş üstə. Bərnamə verirlər, siyasət verirlər, millətin tərəfindədirlər. Hər ikisi çalışır ki, həm dövlətdə, yəni hökumətdə olan pozisyon, həm opozisyon çalışırlar ki, millətin içinə girələr, millətin rəyini alalar. Türkiyə dövləti bir zamanlar doğrudur. Kürdlərə dil haqqı vermirdi. Siyasətə o qədər şey eləmir. Amma mən bildiyim, bəlkə iştibah edirəm. Neçə dana rəis cümhuri ki, buradan gəlibdi Türkiyəyə, 8-i Kürd olubdu. Yəni, Kürdlər eləyə biliblər, bununla belə ki, Kürddür, gəlib rəis cümhur ola, gəlib rəis parlaman ola. Hizbi siyasisi var. Təbii ki, terrorizmlə mübarizədir. Hər kəs insanı öldürə, biz də dövlət qursaq, hər kəs dövlət qursaq, İran dövlətdə bu haqdan haqlıdır yəni. O da deyir, ağa, əgər biri silah götürsəm, terrorist hesablayıram, öldürürəm. İndi biz onun adını qoyuruq istiqlalçı, o adını qoyur terrorist. Bu dövlətlərin mənafi millisinə bağlıdır. Tərif edirlər. Yəni biz öz gözümüzdən mənafi millimizi tərif edirik, Farsistan da öz gözündə. Buna görə təriflər fərqli olur. Bir şeyə biri eləyə bilər desin terrorist, biri eləyə bilər desin bir milli hərəkət. O qəzabəti ki, o dövlət eləyir, biz onlara baxmayacaq. İndi, nəhayətdə, mən özümün fəqir olmağımı, fikrimin fəqir olmağını 13 il, 14 il çəkdi anlayam ki, çünki 13 il, 14 il çəkdi mən İranın 40 il o propagandasının nənədən olandan ta o günəcən ki, İrandan çıxmışım, onu yavaş-yavaş 13 il çəkdi çıxadam. Yəni, əslində 52 il çəkibdi mən İrancılıqdan biraz uzaqlaşmışam. Biri az, yəni mənim içimdə İrancılıq var qətlən. Çünki mən bir İrandan böyük bir yerdə doğulub yekəlməmişəm ki, onun üzü ilə gələm İranı müqayisə edəyəm, mənim içimdə propagandası olmaya, rahat otura biləm İranı analiz edəyəm. Mütəəssifanə İranda belə bir fikir vardı, onun üçün hər şeydə biz dalıyıq və Ruznamə-Niqari də bunlardan biridir. İnkişaf Ruznamə-Niqarisi Sazman-ı Miləlin bir qisməti vardı, UNESCO adında bu elmi, kültürel və nəmənə təşkilatıdır. Sazman-ı Miləlin zahirən çalışır ki, dünyada geriyə qalmış və geriyə saxlandırılmış, dalıya saxlandırılmış məmləkətlərə bir imkanlar versin, bir müşavirələr versin ki, o müşavirələr əsasında, o imkanlar əsasında bu geriyə qalmış millətlər və məmləkətlər, geriyə saxlanılmış millətlər və məmləkətlər eləyə bilsinlər, gəlsinlər, yetişsinlər bir yerə, heç olmasa. Mütəəssifanə mən bu mənabə ki, sizə gərək amar verəm, bunlar Təbrizdə mənim evimdədirlər. Kitablarda, yəni İranda bunlar kitablarda vardılar, 20 il, 25 ilin bundan qabağıdır. Mən geçən həftə çox çalışdım, bəlkə eləyə biləm ki, taza UNESCO-nun amarlarını ələ gətirəm. Mütəəssifanə mən tapanmamışam, bəlkə dostlar mənə köməklik eləyərlər, tapaq. UNESCO geri qalmışlığına, qabağa getmişliği zindecanlığın hər sahəsində bölübdür. Deyib, məsələn, təmizlik və səlamət sahəsində, sağlıq sahəsində, təmizlik və sağlıqda nələr olsa geridir, ya məsələn İranda deyirlər xizir xətt-i fəqr.
Nələr olsa yap əşadadır, nələr olmasa əslən əşadadır, nələr olsa, nə qədər olsa bir qabil qəbuldur, nə qədər olsa در حال توسعه yəni inkişaf halında hərəkət edir. İnkişafa tərəf, inkişafın içində hərəkət edir və nə qədər olsa inkişaf dövrünə yetişibdir. Məsələn, bunlardan biri ümumi amuzişdir. Hangi millətdə, məsələn, bunlara da deyirlər, məsələn, Amerikada, Kanadada, Avropanın müxtəlif məmləkətlərində, İskandinavi məmləkətlərində filan, Qərbi Avropada ya Şərqi Avropada, yəni kommunist Avropada neçə nəfərin hər 1000 nəfərdə savadı var. Məsələn, o zaman ki biz oxuyurduq, deyirdilər birdən Kanadada %98 nəfərin savadı var. Amerikada bu məsələn biraz aşağı idi. Avropada bunlar %99 və hətta %100. İkinci standart ki son zamanlarda qoyubdu, ana dilidir. Əgər bir nəfər 10 dana dil başara, amma ana dilin başarmaya savadsız hesab olur. Savad nədən ibarətdir? Mən kommunisti və sosialisti və marksisti baxışlarla baxmıram qəziyyəyə. Onun üçün dostlar lütfən əgər istəyələr məni analiz eləyələr, o baxımdan analiz eləməsinlər. Amma savad indi niyə bir belə mühüm olubdu? Gərək diplom alam, gərək danışqaha gedəm, gərək döktürə alam. Niyə? Çünki insanlar istəyirlər bu camiədə yaxşı iş ələ gətirənlər. Hər kəs dərsi, işi və pul çıxartmaqdan ötürü oxumuru, həqiqətdə bilmir dərsi nə üçün oxuyur. Hədəfsiz bir insandır. Mən şəxsən onlardan biriyəm. Əlbəttə, mən danışqaha gedəndə bilirdim niyə gedirəm, amma oradan bilmirdim ki, niyə dərs oxuram. Niyə məcburam, ömrümü qoyam, gedim dərs oxuyam. Əvəzin ki, oynayam, əvəzin ki, işləyəm, gedirəm dərs oxuyam. Niyə? Çünki bu camiə qabaqçı camiədən fərqlidir. Yüzlər il bundan qabaqdan tərz. Mən nənəmlə doğulurdum, dədəmlə, nənəmlə işlirdim, keçəlirdim. Təlimi tərbiyyət tapırdım, ya cütçü olurdum, yəni zəmi, bağçı işində olurdum, ya heyvancı olurdum, çobandan filandan olurdum, ya məsələn dədə-nənəmin işini götürürdüm, məsələn deyək ki, o bəqqaldır, bəqqal olurdum, məsələn Təbrizdə deyərdilər ki, çərçi, yəni heyvan alıb satan, o olurdum, qəssab olurdum, nəccar olurdum, bənna olurdum, nə bilim, bəqqal olurdum, çəqqal olurdum, xərəzi olurdum, çərçi olurdum. Çərçi də daşqa üstündə şey satanlara deyərdilər. Biləxərə o dədəm nənəmin işini ölçəşirdim. Yavaş-yavaş sadə idi. Çox sadə idi. Ölçəşirdim. İşdə şey deyildi. Yavaş-yavaş insanlar çoxaldıqca, nənələr çox doğduqca, dədər dünənəcən bir kətdə bir adam idi, bir kəndin nəccarlığını elirdi, dəmirçilığını elirdi, nə bilim, nalçılığını elirdi filan, hər işini görürdü hətta. Bəzi adam vardı, gördü ki, bir zamanda 7 dənə iş başarır. Ölçəşibdir. Həm baş qırxır, həm dəlləhdir, həm uşaq kəsir, oğlan uşağı kəsir, həm hicamət elir, həm sıxıq, qolqıçı düzəldir, həm dəmirçilik elir məsələn, həm dua yazır, həm ölü yuyur. Amma bu məmləkətlərdə ki, cəmiyyət çoxaldı və rifah çoxaldı və ömrü çoxaldı, insanlar tez-tez ölmədilər, teknoloji də dəyişdi. Teknoloji dəyişəndə biz dədənənəmizin yanında ölçəşdiyimiz bir şeylə bu teknolojinin dərdinə dəyinir. Mən gərək gələndə bu işi başaram. Məsələn, mənim dədəm ömründə maşın sürməyibdi. Mən istəyəm maşın sürəm, gərək gedən bu maşını ölçəşəm. Mənim dədəm heç vaxt filan karxanada işləməyibdi. Mən istəyəm gedəm orada işləyəm, gərək onu ölçəşəm. Məsələn, indi parça karxanası olsun, nə bilim, hər nə karxanası olur olsun. Bunun üçün
Dövlətlər gəldilər, ya sərmayədarı, ya pullular gəldilər, dedilər ki, ağa, biraz maliyyat verək. Ya biraz dövlət maliyyatları alsın insanlardan, kasıblardan hətta çox alsın dövlətlilərdən. Çünki kasıbın pulu yoxdur, elə əlində olanı da alsaq yaxşıdır. Amma dövlətli gərək dövlətlərə ki, iş yarada. İş yaratmaq üçün ondan gərək az vergi alınsın, maliyyat alınsın, o güclənsin, eləyə bilsin, iş yaratsın. Məsələn, belə bir düşüncə. İkinci, bir də ki, o pullu insan, sərmayədar insan gücə yaxındır, dövlətə yaxındır, qudrətə yaxındır. Kasıb insan qudrətdən uzaqdır. Hər nə qədər kasıb olsan, o qədər eləyə bilməzsən ki, labiçi olasan. Labiçilik pula və sərvətə bağlıdır. Bu bir vaqiyyətdir. Əgər biz Azərbaycanlılar bu günləri dünyada labiçilik eləyəmirik, heç kəsi danmayaq, qınamayaq. Çünki kasıbıq. Mütəəssifانه. Kasıb adam sübh gedir, axşamacan çalışır ki, bəlkə bir dişə çörəyin gətirsin. Ha vaxt edir, pulu olsun, geçsin bir dana nümayəndə məclisi, məsələn, aparsın Şama, onunla bir danışsın, desin ki, mən nə istəyirəm. Labiçilik budur da, yəni gərək bir pulun ola, eləyə biləsən, xərcləyəsən. Vaxtın ola əvvəl, eləyə biləsən, o pulla vaxt alasan. Bizim pulumuz yoxdur, vaxtimizi satırıq ki, pul qazanaq, yaşayaq. O teknoloji bais oldu ki, dövlətlər gəldilər, amuzəşi icbari elədilər, təlim tərbiyyəti icbari elədilər ki, bizi sərmayədarların işlərinə, yaratdığı işlərə tərbiyyət eləyirlər. Yəni, əgər mən mühəndis oluram, mühəndis olmuram ki, bir iş görəm. Mühəndis oluram ki, gedim karxanasında işləyəm, dövlətlinin. Mən əgər döhtür oluram, döhtür olmuram ki, gedəm. Döhtür oluram ki, sərmayədarı yaratdığı zərərləri insanların canından biraz azaltam. Biraz da bəzi mərisiliklərdə köməklik eləyəm. Çünki sərmayədarı bu günləri məsələn deyirəm, südün, hər şeyin çəkir içindən, bir dana süddən ki, inəkdən ya qoyundan ya hər nədən alır elə, ondan 100 dana maddə çıxadır. Əslində o südün içindən o 100 dana vitamini, mədənini çəkir, çıxadır. İnsanların canına bir şey vermir. İnsanlar onu yemədikləri üçün 1000 dana vitamin yeməlidirlər, filan yeməlidirlər, bəhman yeməlidirlər, filan işi görməlidirlər, filan. Bu da bais olur ki, insanlar mərizdirlər. Pezeşki özü olur sərmayədarının bir işi. Çünki gərək edirsən danışqahda yüzlər min tümən, yüzlər milyon tümən, yüzlər min dolar. Xərcləyəsən olasan döhdür. Sərmayədarının bir tərəfi də kolleclər, danışqahlardır, yadınızda qalsın. Yəni sərmayədarı fəqət karxana deyil. Fəqət bank deyil. Sərmayədarın bir dəstə müəssisat-ı amuzəşi və danışqahlardılar. Çünki bunlar çox böyük büdcələr sərf edirlər. Çox böyük pullar alırlar və çox. Məsələn, siz danışqaha azadı İranı fərz eləyin. Fikir eləyin ki, bunun 2 milyon ya 1 milyon danışçısı var. Hər termdə hərəsindən 4 milyon, 3 milyon, 5 milyon, 7 milyon alır. Hər termdə. Yəni, hər 3 ayda ya 4 ayda 4-5 milyon tümən hər adamdan üst-üstə alır. Yəni, birindən 10 milyon ala bilər, birindən 2 milyon ala bilər. Qoyun, burada vəsətdə 5 milyon olsun. 4 milyon olsun. Siz hesab eləyin, görün ki, bu danışqah azadın gəliri nə qədər? Böyük müəssisələrdir. Çox böyük müəssisələrdir. İndi siz bunu danışqah, elə Amerikada da belə görəcəksiniz, Kanadada da belə görəcəksiniz və bu böyük bir şeydir. Həqiqətdə bizi 10 il, 20 il, 30 il dərs oxudurlar ki, nəhayətdə ki, məsələn, ya camiəşünas olaq, ya rəvanşünas olaq, ya döhtür olaq, ya mühəndis olaq, ya bir şey olaq, biləxərə bu sərmayədarının bir tərəfindən başlayaq işləyək. Sərmayədariyə işləyək. Dedim, mən marksisti baxmıram, amma həqiqət beləsidir. Onun üçün hər kəs ki, dərs oxur. Mən eşqim, əlaqəm budur ki, gedəm olam rəvanşünas, ya gedəm olam camiəşünas, ya gedəm olam tarixşünas, ya gedəm olam filan. Bu adamlar sabah ac qalacaqlar. Çünki sərmayədarı bu sahələrdə çox iş vermir adamlara. Məsələn, danışqahlar, Kanadalar ki, mən yaşıram, fikir eləyin ki, 200 dana camiəşünası doktora lazım danışqahlarda.
və dövlətdə və böyük şirkətlərdə. Bu 200 dana bir ildə ya 2 ildə tolid olubdur. Danışıqlar gəlib bu adamları tolid ediblər, veriblər bazalar, bura gediblər, orada iş üstə tutublar. Bunlar 40 il, 50 il orada işləyəcəklər. Baznişəst olunca da, yəni retire olunca işləyəcəklər. O 2-3 ildən sonra ki, indi 50 ildir, döhdüra tolid olur, bunlar hara gedəcəklər? Heç yer. Bunlar məcburdular, fوق lisans doktorlarını alalar. İş tapbiyələr öz sahələrində. Qeydələr gedirlər, saatı 10 dollarla restoran işləyirlər. Yenə sərmayədarıya işləyəcəklər, restoran işləyəcəklər. Çünki onlara yer yoxdur. Bir məhdud yerlər var idi, onlar da doldu. Danışıqlar da orada, burada full time ya part time ustad danışıq lazım idi. Onlar da dolubdu. İndi bunlar ki, dərs oxurlar, harada işləyəcəklər? Sərmayədarıya mühüm deyil. Sərmayədarıya o kala mühümdür ki, məsrəf olsun. İnsanların qoltuğuna qarpız versin, mən dökürəm, mən lisansam, mən fوق lisansam, mən mühəndisəm, mən filanam, amma adam iş tapa bilməsin. Gəlsin, ən aşağı qiymətlə işləsin. Pəs, buradandır ki, bu ehtiyacdan dolayı dövlətlər qanun keçdilər ki, amuzəş icbari. Bu demokrasinin eyni özüdür. Demokrasinin bəzi yerlərində zor var. Bu demokrasi deyil ki, zor olmasın. Demokrasinin bir qisməti %50'si də deməsək %30'u zor əsasındadır. Sən eləyə bilməsən deyəsən ki, mən istəmirəm bir demokratik camiədə yaşamayam. Bu camiəni diktatoriya çevirəm. Bunu eləyə bilməsən. Bu haqqın yoxdur. Sən eləyə bilməsən deyəsən ki, mən bu camiədə istəyirəm qətl eləyəm. Eləyə bilməsən. Burada demokratik bir camiədə qanun sənə deyir, nələri görə bilərsən, nələri görəməsən. Amma o işləri ki görərsən və o işləri ki görməzsən, mənafi mərdum, millət və tək-tək əfradla tərif olur. Biz İranda demokrasini bütü bilmirik. Onlardan biri, sən deyə bilməsən, çünki mən istəmirəm sərmayədariyə dərs oxuyayım, işləyim, məzərət istəyirəm, sərmayədariyə işləyim, mən istəmirəm dərs oxuyayım, istəyirəm savadsız qalım. Yox. Demokratik bir məmləkətdə yaşamaq üçün sən o ən az həddə əqəllilər, ən az standartları gərək sahiblanasan. Biri savaddır, deyəcəm. Biri ən azı, sən eləyə bilərsən, mən istəmirəm mühəndis olam, mən istəmirəm falan olam, sərmayədir. Amma bir iş gərək başarasın. Çünki yaşamaq məcburiyyətindəsin. Ən az sən eləyə bilməsən, mən istəyirəm ac qalam. Belə dövlət məcburdur, heç olmasa sənin yemağı, içmağı, ya bir yerdə yatmağı təmin edir. Demokratikdir. Sənin haqqın, eləyə bilərsən ki, dövlət səni zor eləyir, gedəsən, yenə də qaçıb gələsən, yatasan xiyabanda. Bu demokratik camiədə pəs amuzəş özü neçə nəfər, UNESCO-nun nəzərində neçə nəfər ümumi və icbari amuzəşlər var və neçə nəfər yoxdur. Hər nə qədər bir məmləkətdə ümumi və icbari amuzəşdə 100-ə yaxındır, belə inkişafa tərəfdir ya inkişaf halındadır. Hər nə qədər ondan aşağıdır, belə inkişafdan uzaq və dalı qalmışdır. Məsələn, bir zaman Türkiyədə 65%, %65 savadlı idi, qalanı savadsız idi. İndi %94'ə, 95'ə çıxıbdı. İran çalışdı ki, bunu şah dövründən bir dənə adını qoydular, nə mənə İran, İnqilabdan sonra adını qoydular Nehzət-i Səvad-Amuziyə İran, amma ondan qabaqda biri var idi. Hər halda yadımda deyil. Yadıma düşsə deyərəm. Bir adı var idi. Onunla gətirdilər, istədilər ki, böyük yaşlılara dərs verələr. Uşaqlara dərs verələr.
Bunlardan biri şəhərləşmək, kətləşmək tərifidir. Diqqət buyurun. Şəhərləşməklə, kətləşməklə köçdürmağın fərqi var ha. İranda bu camiəşünasda bunu iştibah apardılar bizə. İranda dedilər ki, şəhərləşmək, yəni bu ki, kətdən köçün şəhərə. Çünki işlər fəqət teknoloji və sərmayədarı başlanırdı, şəhərdə başlanırdı. Kətdən gəlin burada müftü işləyin. Az puluna işləyin. Amma Avropada, Amerikada nə inədilər? Hindistanda nə inədilər? Çində nə inədilər? Dedilər ki, hər kəs ki, hər yerdə yaşır, ora şəhərləşməlidir. Yəni, ora teknoloji, dərs, behdaş getməlidir. Necə ki, Avropada, Amerikada dedilər ki, bu da bir meyardır. Dedilər ki, hizbiləşmək və sendikalaşmaq, xaricilər filanlar, bu توسعənin və inkişafın payasıdır. Yəni, nə qədər bir camiədə hizb varsa və nə qədər güclü idisə və nə qədər dövlətin ya sərmayədarın qabağında durursa, o qədər güclüdür. Fərz buyurun ki, bir dənə karxanada 4000 nəfər işləyir. Onun rəisi ya bir nəfərdir, ya bir dənə, məsələn, 6 nəfər, 7 nəfər, 10 nəfər heyət müdirəsi var. Səhamdardılar, pul qoyublar, bu karxananı düzəldiblər. Bu 4000 nəfərin gücü bu karxanadarların ki 6-7 nəfərdə onlardan azdır. Tək-tək bunlar bundan danışa bilməzlər. Çünki müdür deyər, səni mən məsələn ayda bir belə ilə işlədirəm. İstəsən işlə, istəmirsən işləmə. Ya əgər sən deyəsən mən biymək istəyirəm, mən az saat istəyirəm, mən yemək istəyirəm, mən içmək istəyirəm, mən filan şey istəyirəm, xoş gəldin ki, eşiyə. Amma o zaman ki bu 4000 xaricilər yığışırlar, sindika quralar, şura quralar, cəmiyyət quralar, bir dənə özlərinin NGO-ları olar ki, öz mənafe ilə, biz burada işləyirik bu karxanada, hər nə ki işimizlə ilgilidir, bir-birimizdən himayət eləyəcəyik. Onda karxanadar birdən karxananı tətil edə bilməz. Çünki mənə desə ged eşiyə, salsa eşiyə, karxanada 3999 nəfər yatacaqdır, işləməyəcək. Karxana yatacaq, karxana yatsa milyonlar hər saatda milyonlar tümən mənfəətin əldən verəcək. Eyni halda ki, karxananın özü yatmağı bir həzinədir. Çünki xariclərə ay başı gərək pulun verək. Onlar deyəcək, biz tətil eləmişdik, okey, sən bizi məcbur elədin tətil, mən tətil günlərimə pulun ver. 1. Maliyyatın verməlidir ilbaşı. 2. Buranın, əslən, hətta işlətməsə, buranın saxlaması, nigəhdarisi, istehlakı, bunlar hamısı gərək təmin olsun. Buna görə karxanaya zərər edir. Karxananı tətil edir. İndi Cumhur İslamda bir ayrı cür olub. Cumhur İslamda karxananı karxanadar tətil edir. Hətta xaricilər deyir, tətil elə. Gedək dövlətdən pul alaq. Dövlətdən pulların xaricəyə ehtiyacı yoxdur. Xaricəyə deyir, hamımızı ixrac edirəm. Çünki pulun dövlətdən alır. Xaricəyə dayanmır. Nəftə bənzir. Yəni karxanadar da bu günləri dövlət kimi olubdu İranda. Bağlanıbdı nəftə, maliyyata. Dövlət maliyyatdan nəftdən alır, verir karxanadara, karxanadar işləmamaqla mühüm deyil, dəstgahlarımı da sataram, yerimi də sataram, xaricələri salıram işi. Dünyada gəldilər, dedilər, hər kəs hər yerdə yaşır və nə sistemdə yaşır, o sistemi təqviyyət edək, çevirək hizbə, partiyə. Qabaqsan İranda xanxanlıq idi. Ərbablıq idi. Yəni, bir dana ərbab, 10 dana, 20 dana, 100 dana, 500 dana kəndin rəisi idi. Bu adamın gücü var idi, silahı var idi. İstəyirdi getsin məclisə, gedirdi, senator olurdu şah zamanı. Amma İran və camiə-şinasi ki, İrana gətirdilər, diqqət buyurun, tosəə budur ki, bunları tanıyaq. Jurnalizmi tosəə budur ki, bunları tanıya və bunların üstündə işləyə. Nəinki ki, də xəbərdə alacaq. Biz dövlət verən xəbərlər bizə xəbər deyil ki. Əgər dünənləri Təbrizdə 2 dənə qız özün salıbdı şeydən, körpüdən, xəbərdir. Amma bunun ölmağının ya ölməməyi o qədər mühüm deyil. Mühüm budur ki, bu qızlar niyə özlərini körpüdən atırlar?
camiəmizdə, iqtisadımızda, atifi rəvabitimizdə, ailə rabitələrində, əlaqələrində, ilgilərində hangi problemlər var ki, bu uşaqlar yetişir burasına da özünü saxlaya bilmir, özünü atır? Jurnalizm tövsiə ya inkişaf gazeteciliği məsələsi bunlardır. Niyə bizim camiəmiz hizbili olmayıbdır? Hizbilər dövlət tərəfindən olur. Məşrutədən qabaq, məşrutə hərəkatından, islahat, özləri adına deyiblər cönbeş, yəni hərəkət, inqilab yox. Cönbeş məşrutə, ya məşrutə hərəkatı öncəsi, yəni ondan qabaq, hizbi düzəlibdir, dövlət düzəltməyibdir. Qacar dövləti hizbi düzəltməyibdir. Siz Qacar dövlətində bir dənə hizbi tapanmazsınız ki, dövlətə bağlıdır və dövlət düzəldir. Amma Riza Palani gələndən sonra deyib, sən hizbi lazım deyil burada. Tamami hizbiləri bağlayıbdır. Elə ki, gedibdir, Müsəddiq gəlib iş üstə, oğlu gəlib iş üstə, keşif qüdrəti yoxdur, 2-3 dana milli hizbi düzəlibdir. Ondan sonra oğlu gücləşibdir, tamam hizbiləri yığdı. Hizbilərin hamısı ya məxfi oldular, gizləndilər, ya aradan əsən getdilər, edam oldular, zindana getdilər filan, aradan getdilər. Hizbi dövlət elədilər yenə. Xumeyni gəldi, hizbi dövlətləşdi. Yəni şahın təcrübəsi müntəqil oldu Xameneyə, Xumeyniyə. Cumhuri İslami hizbi hökumətindir, Xameneyinindir, Behiştinindir. Yəni hökumətindir. Hizb-i İnqilab İslami nə-mənə qeyriydi, bunların hamısını 6 ilin içində qətliam elədilər. Kommunisti, Marksisti, nə bilim, Leninisti, Maoisti, hər nə-mənə ki var idi. İslamçı, qeyri-İslamçı, zidd-İslamçı, hamısını qətliam elədilər. Sonra gördülər ki, olmur, gəldilər dövlətə bağlı adamlar, yəni dövlət adamları hizbi yaratdılar. Yəni pozisyon, opozisyon yox. Pozisyon özü 10 dana, 20 dana hizbi yarattı ki, bizim içimizdə şey var, hizbi var. Amma bu 20 dana hizbin hamısı pozisyondur. Yəni hamısı dövlətin, iş üstü olan dövlətindir. Bu dövlət gedir, Əhmədinəcad gəlir, onları yıxır, yenisine bir ayrısını düzeldir. Ya həmanlar yenə də pozisyonda olur. Bu Avrupa'da nə edilər? Avrupa'da deyildilər, dedilər ki, diqqət buyurun, bunlar indi bu cələsə əslində biz tövsiyə siyasidən danışırıq əslində və amuzişdən. Avrupa'da gəldilər, eyni İran kimi, eyni Qacar dövrü kimi xanxanlıq idi. Lord, bəzi yerdə lord idi, bəzi yerdə adları fərqli idi. Amma xanxanlıq idi. Yəni bir dənə adam bir məntəqənin, bölgənin yerinin sahibi. Orada yaşayan insanlar bu adamın rəiyyəti idi. Eyni dəqiqən bizim istilahımızdır. Hətta bəzən subject deyə deyirlər onlar. Yəni subject olur əbzarları, vəsilələri, alətləri idi. Bizdə bunlara rəiyyət deyirik. Biz də aşağılırıq. Rəiyyət də aşağılamaqdır insanı. Amma onlar subject deyirlər. Yəni bərdə kimi bir şey. Hətta aşağı, əbzar kimi bir şey. Yəni əgər bu xanın beli, külüyü, torpağı var idi, bağı var idi, ağacı var idi, 4 dənə də adamı var idi. Adamları da kiraya verə bilərdi məsələn. Bu kətdən o birisi kəndə nəccar göndərərdi. Yəni o nəccar danışmazdı ki, mən nə qədər alacağam. Bu xandır ki, o xandan qərarlar gəlir ki, mən bir belə vericine sənə bir nəccar göndərim, sən nəccarı işləri görsün məsələn. Məsələn deyirəm ha, mən riz bu qədər bələd deyirəm Avropanın içinə. Amma bizdə də bu xanxanlıq var idi. Avropa gəldi, xanxanlıqlar, əvvələn xanxanlıqlar bir zaman başladılar dövlət olmağa.
millət dövlət məsələsi xanlıqların güclərindən başlandı. Mən bu kəndin xanıyam, sən o kəndin xanısan, bir mahalın yəni. Xanlar bir-birləri ilə ya müttəhid oldular, ya savaşdılar, yıxıldılar, mənə tabi oldular. Mən oldum məsələn bir 10 dana kəndin xanı. O birisi indi bu 10 dana kənd oldu millət dövlət. Çünki mən öz mənafiimi və burada yaşayan insanların mənafiyi, tüm mənim mənafiyimə bağlıdır, təzmin və təmin eləməyə məcbur oldum o birisinin qabağında. Ki bunlar buradan qaçıb getməsinlər ora gecə günü. Gecə mənim adamlarım, mənə işləyənlər, mənim sərbazlarım məndən qaçıb gedib o birisinə pənahənd olmasınlar, sabah məndən savaşsınlar. Buradan dövlət millət çıxdı. Amma bu dövlət millətlər istədi çıxa, çox oldu. Bir böyük xan eləyə bildi bunları gətirə altına, bunları gücləndikcə bunları çox atdı, bunları aldı altına. Dedi ki, sizin yeriz yerizdə, adamlarınız adamızda, siz parlamana gəlin. Adamlarınız gəlsin parlamana. Adamlar siyasətdə yavaş-yavaş öyrəşdilər ki, okey, mən öz adamlarımla, öz xanım kətdə, elə indi də Avropada qalır, ha, lorruqlar falanlar, yəni fikirləmin ki, qalmır, çox yerdə qalır. O lorlar özləri hizb düzəltdilər. Sonra gördülər ki, xob, məmləkət yekədir, mən öz hizbimlə eləyə bilmirəm. Bu hizbi gətirdi, ad qoydu, məsələn, sosial Məsihi. Alman, məsələn, neçədən gör iyalətdən ibarətdir. Sosial Məsihi gəldi buna, amma bəzi yerdə yerrix hizblər var. Çox kiçik hizblər var ki, yerrixdir. Fəqət istəyir öz şəhərindən 4 dənə nümayəndə göndərsin məclisə. 2 dənə nümayəndə göndərsin məclisə. Bəzi hizblər gəldilər, başardılar ki, sərasəri olalar. Almanın hər yerində, İngilistanın hər yerində, Fransa'nın hər yerində. Orada camiə-şünasi gəlib camiəni çevirmədi. Necə biz Urmucölün gəldik, qabağını aldıq, bir işlər gördük ki, Urmuceli environmenti, yəni çevrə birdən-birə dağıldı, bir ayrı bir şeyə çevirdi. Dəqiqən bu iştibahı camiə-şünasidir eləmiş. Bizim camiə-şünasimiz və camiə-şünasi siyasimiz və camiə-şünasi amuzişi icbarimiz dəqiqən bu iştibahı ki, siyasətdə elədi, bu iştibahı onlarda da elədi və adını da elm qoydu. Yəni, əvəzin ki, biz eləyə bilərdik. Xanların yerləri qalsın yerlərində. Onlar birinci dövrədə, ikinci dövrədə belə olmuşdu. Hətta Rıza Şah dövrəsində xanlar iş üstə çıxır, gedirlər məclisə, olurlar senator. Xan öz torpağında mənafi getmək üçün qabağa parlamenta qanun keçirdi. Bir qanun keçirdi, yox, Qərədağa zərər elər. Niyə zərər elər? Çünki Qərədağ mənim də orada mənim mənafiyim var axı. Mən o yerə bağlıyam, o torpağa, o adamlara bağlıyam. Sən gəlib bir qanun qoyasan ki, orada Qərədağa rifah gələr. Rifah gəlməyəndə mən qəbul eləmirəm. Yəni, təəssüb yerə, vətənə varırdı. Amma İran dövləti neynədi? İran dövləti gəldi dağa. Hamının əlindən yerini alıram. Kətliləri də azad edirəm. Hərəsinə 100 metr yer verəcəm, 1000 metr yer verəcəm. Kətlinin yeri oldu dıqqılı. Burada inək də işlədənmədi. Yəni, əgər 2 dənə öküz altı istəydi burada cütəkə, bir il qalırdı öküzün əlində. Gəlib bir il bunları yedirdiydi. Xəş qoyuydu. 10 gün işlədəcəkdi bunu. 10 gün. 10 gündən 2 ya 4 dənə öküzü saxlayırdı. Zərər edirdi adama. Amma dünənəcən bu kətlərin hamısı bir idi. Bu günləri əkin lazımdır, hamı gedirdi əkinə, əkin əkirdi, sabah biçim lazımdır, gedirdi, bitirə, o birisi gün ağaca, o birisi gün hamı işlə. İndi mənim ağacım yoxdur, heyvanım yoxdur. 100 metr yerim var. Nə ilə əkim? Kətləri aldı, cıqqılı böldü, cıqqılı elədi, verdi insanlara. Bunların da əllərinə pul verdi. Gəlin şəhərə, şəhərdə iş qoyun. Demədi kətdə iş qoy, öz adamlarına iş qoy. Gəl şəhərdə iş qoy. Bu adamların da bəzisi gəldi şəhərdə iş qoydu, bəzisi də qoymadı. Çox getdi Avropaya, Amerikaya. Bəzisi mənim babam kimi küstü. Əslində dedi, mən bu dövlətdən küsmüşəm, pulumu almıram. Bir sandıq oraqı qərzi, banki kişavərzi qaldı, çürüdü, aradan getdi. Bilmədik nə edilər.
sandıq, bir yaxdən. Yəni, bəlkə mənim babamın ağlı olsaydı, necə yerləri almışdı, eləyə bilərdi ki, ondan ya kəndində, ya şəhərdə bir böyük karxana qoya. Mən də olam sərmayədar balası. Hər halda, çox uzatdım. Jurnalizmi tövsiə, yəni gəlir deyir ki, ağa, bizim məmləkətimiz niyə dalıya qalıb? Bu sahədə bir dana sahəni müşəxəs edir. Məsələn, amuzuş ümumi. Ana dili. Sonra oturur, bunun iradların bir-bir insanlara öyrədir. Kəşf edir. Yəni ki, İranda siz nə mənə, baxın, bunu bir dəfədə təkrar edeyim. İranda siz nə kitab oxusaz, istəyəsə danışqaqda döşkür alasan. Məcbursan İranda yazılan kitablara müraciə eləyəsən. Çünki səndən qabaq bir də kitablar yazılıbdır. O kitabların üzündə bir tez verəsən. Çün mənabein qələtdir. Nəticən qələt olacaq, döşkürə alacaqsan. Amma bu döşküra, necə ki, keçən 100 ildə İranda heç camiə-şünasi bir fikir yoxdur və İranın camiəsi değişilməyib, bəlkə günü-gündən dalıya gedir. Hər cəhətdən dalıya gedir ha. Bu günləri 100 il, 100 neçə il məşrutədən sonra, məşrutə hərəkatından sonra, 160 il birinci danışqah qurulandan sonra, ya 170 il, 180 il birinci danışqah qurulandan sonra bu məmləkətdə bir dana nəzəriyyə camiə-şünası yoxdur. İran üçün yoxdur. Və onlar ki, Fransədən, İngilistandan, Almandan, Amerikadan tərcümə olunubdur, tərsə tərcümə olubdur. Çünki Amerikanın iyalət formunu düşünməyiblər, Almanın iyalət formunu düşünməyiblər, Fransənin iyalət formunu düşünməyiblər, İngilistanın iyalət formunu, hər şeyin ha, yəni bir dana onu fəqət demirəm. Onu İranda nədir bunlar yetişiblər bu mərhələyə, biz nədir bu mərhələyə yetişmişik, bunu şey eləməyiblər. Amma görürük pişəvəri iş üstə gəlir, tamamən başlayır bunun şeyinə getməyə. Bir yeni rejim qurmağa. Bundan belə ki, pişəvəri komünizmə, sosializmə, leninismə, marksizmə müttəhəm olur. Amma bu adam yerləri insanların əlindən alaq, neyniyək, niyə alaq? Əvəzin ki, alaq, onları yerlərində siyasətləndirək, siyasətə dixalət verək, imkanı aparaq onların kəndinə, onların kətlərində behdaş qoyaq, dərman qoyaq, yol qoyaq, mədrəsə qoyaq, filan qoyaq, döktür qoyaq, mühəndis qoyaq, filan, bunlar geçsinlər. Kət tövsiə olsun, kət şəhərləşsin. Kənd ilə şəhərin fərqini düşünmədik biz. Kənd o yer deyil ki, orada sənət ola. İttifaqən sənət gərək kətdən və şəhərdən uzaqda ola. Çünki insanların sağlığı ilə ilgidədir. Sağlığın xətərə salar, təhlükəyə salar. Bəlkə şəhərlərdən sənətlər gərək edələr kətlərə, kiçik yerlərə. Və sənətə yaxın toplumlar düzələ. Yəni, karxananı sən harada qoysan, onun dövrəbərində ev də tikiləcəkdir. Orada bir organik bir şey olacaq o karxanı ilə, o fabriki ilə. Biz əvəzin ki, karxanaları kətlərdə düzəldək, mədrəsələri, behdaşdı, yolu, maşını orada düzəldək, ora şəhərlədək, oranın fərhəngin, sünnəti fərhəngin, modern və yeni iqtisadi, teknolojiki bir fərhəngə çevirək. Gətirdik, dedik ki, siz həman sünnəti fikrlə, savadsızlıqla, əşinçiliklə durun gəlin şəhərə. Şəhərləri yekətdik, amma şəhərlər şəhərləşmədilər. Şəhərlər kətliləşdilər. Çünki lazım qədər mədrəsə yox, hizb yox, sendika yox, bir şey yox ki, insanları milli mənat, eyni halda da yerlərinə olan təəssübləri, torpaqlarına, vətənləri olan təəssübləri aldıq. Yəni, vətən təəssübünün inkişafına təəssüb aradan getdi. Bu inkişafa təəssübün aradan getməsi
Bais oldu ki, heç kəs siyasətə, iqtisada, fulana əhəmiyyət verməsin, çünki təəssüb aradan getdi. Amma Avropada o cür deyil, Amerikada o cür deyil. Bu eyalətlə o eyalətin arasında rəqabət var, casus var. Belə əmniyyət qüvvələri, gizli polislər casusluq edirlər. Mən nə cür eləyim ondan qabağa getir. O harda labitçilik elədi, mən ondan çox labitçilik eləyim. O nə qədər büdcə aldı, mən ondan çox büdcə alım. Azərbaycanda görürsün, nümayəndələrimiz məclisdədirlər, heç bir təəssübləri yoxdur Azərbaycan mənfəətinə. Əslən farslarla rəqabətləri yoxdur, o birisi millətlərlə rəqabətləri yoxdur, əsla yoxdur. Nəinki gizli də var, biz bilmirik ha. Mən bu günləri bir amar qoydum. Yezd, İsfahan, Kirman payız ay, geçən payız, indi qışlı yoxdur, qışın axirləridir yavaş-yavaş. Geçən payızda nerxə bikarı Azərbaycan zandı ki, Azərbaycandan da biraz çoxdur. Yezd, İsfahan, Kirman, Şiraz Loristanın dibindədir. Loristanın 20 neçə faiz işsizliği var. Amma o lorun öz torpağına təəssübü yoxdur. Ruznamenigarı ya inkişaf jurnalismi məsələləri yenidən baxır. Və bu cöylə baxır ki, niyə mən dalıya saxlanılmışam? Məni nədir dalıya saxlandırıblar? Neynəsək buradan çıxarıq? Neynəsək ana dilimizə gedərik? Mən neçə gündür bu misalı vururam, bu gün də burada yenə deyim. Xanımların haqları Avropada dövlət tərəfindən verilmədi. Xanımlar özləri təhqiq elədilər, durdular, mübarizə elədilər. İstəklərin camiədə xanımlar arasında inkişaf elətdirdilər. Sonra dövlət də məcbur oldu qəbul olsun. Yəni dedi, ağa mən istəyəm xanımların rəyini alam, naçaran bu şuarı verəm, gedəm də icra eləyəm. Biz də istirik. Vətənimizdə teknoloji, sənət, şəhərləşmək, dil, ana dili, Urmu gölü, məvad-ı müxəddir, bunlara bir çarə tapaq, partiləşək, hizbimiz olsun. Yolu budur ki, vətənimizə təəssübümüz əvvəl olan. O şey ki, bizə öyrədiblər, təəssüb pisdir, mütləqa yalan deyirlər. O zaman ki, siz bir İngilisdən, bir Fransəlidən, bir Amerikalıdan, bir Kanadalıdan təəssübün alın. Belə mən 13 ildir gəlmişəm bura, 5 ildir burada citizenəm. Mən təəssübü Kanadam olmasa buradan elə bir atacaqlar mənə şeyi. Mən gərək görsədən də zahirdəki Kanadaya təəssübüm var. Yəni əgər ürəyimdə də olmasa gərək görsədəm ki, təəssübüm var. Kim deyir ki, təəssüb pis bir şeydir? Buradan ki, baxırsınız, görürsünüz ki, camiyə şinasi ki, qədim var orada, adına deyirlər əsəbiyyət. Farslar tərcümə eləmişlər əsəbiyyəti qovmi. Mən ona deyirəm əsəbiyyət, yəni indi bugün ona deyirlər nasionalizm. Ona bu günlərə deyirlər pan. O günlərin nasionalizmi var idi. Amma onu farslar adını böyle təəssüb qovmi, təəssüb də çox pis bir şeydir, eləmir. Mənaları, kəlmələri mənfi elədilər. Mənfi elədiyi üçün bizlər ondan qaçdıq. Jurnalizmi tövsəənin işi budur ki, yeni mənalar düzəldə, siyasətdə, tövsəədə, ana dilində, Urmu gölündə, iqtisadda, siyasətdə və görsədə ki, nədir? İndi son cümlə. 55 dəqiqədir vaxtınızı almışam. Son cümləni qurtarım. Hangi bir millət ki, onun %80'ı ana dilində yazıb oxumaya və ana dilində danışqah səthinə qədər, heç olmasa diplom o Dəbiristanın axirinə qədər, təhsilatı olma %80'i. O millət mütləqa əqəbmanda, yəni geriyə qalmış ya geriyə saxladırılmış bir millət. O milləti ki, onun insanları %80
ta %90 öz ana dilində yuxarı səviyyədə təhsil sahibidir. Ana dilində fəqət. Fəqət o birisi meyarları danışmıram. Fəqət ana dil. Bu millət inkişaf halındadır. O millət ki %99 ya %100'ü. Geçen il yox, o birisi il Kanadanın bir savadı öldü. Və Kanadada cəşn tutdular ki, bizim burada Kanadalı savadsızımız yoxdur. Əgər iştibah eləməsəm, adam da Prince Edward Island. Prince Edward Island'in bir vətəndaşı idi. 90 neçə yaşında öldü və Kanadada dedilər ki, bizim savadsızımız öldü. Bunun üçün indi pənahəndələr ki, gəlirlər bura, diqqət buyurun. Çoxu besavaddır. Gəlirlər Kürtlərdən, Türklərdən, Ərəblərdən, Bəluçlardan, Türkçəmənlərdən, hətta Farslardan gəlirlər. Çoxunun yazmaq, oxumaq başarmırlar. Burada məcburdular, dövlət bunlara müftə dərs qoyur, gedirlər dərs oxuyur. Məcburdular dərs oxuyurlar. Əgər taza qanun keçdilər keçən illəri, hər kəs Kanadaya gələ. Pənahəndə yox ha, pullu gələ. Gərək TOEFL, İngilisi TOEFL ola. Ya da bir İngilisi dilli danışqahdan mədrək ola. Kollecdən, danışqahdan mədrək ola. Onlar ki, pənahəndə gəlirlər, bunları dövlətlər məcburdular götürürlər. Burada o günəcən ki, İngilisi dilin yazıb oxuya bilmirlər, vətəndaş ola bilməyəcəklər. Pasport ala bilməyəcəklər. Görürsünüz? Niyə bunu deyir? Deyir ki, sən üçün demokrat bir məmləkətdə yaşamaq üçün qanunları bilməlisən. Savadın olmalıdır, qanun biləsən. Haqqını bilməlisən, harada sənə zor eləyirlər, harada zor eləmirlər. Bunları bilməlisən, ona görə savadın olmalıdır. Nədir siyasətdə kimə rəy verəsən, verməyəsən. Savadın olmalıdır, oxuyasən, görəsən ki, kim nə deyir o birisinin ziddinə. İşləməlisən, məsələn, heyəti münsifədə iştirak eləməlisən. İcbardır bu. Birisi çox adam burada özün vurur dəliliğə ki, heyəti münsifənin üzvü olmasın. Xüsusən Amerikada çox adam özün vurur ki, heyəti münsifənin üzvü olmasın. Heyəti münsifə İran kimi də seçsə dövlət. Yox. Hər bir pərvəndədə o pərvəndəyə bir qura keçdiq elərlər. Məsələn, Amerikanın 300 milyon cəmiyyəti var. Yaxşı, bunun 50 milyonu uşaqdır, 250 milyonu böyükdür. 250 milyon adresi bəlli. Adamın adı bəlli, qura keçdiq olar. 250 milyonun içindən 10 nəfər, 11 nəfər, 15 nəfər seçilər. Bunlara namə yazılar. Siz filan tarixdə, filan şöbədə, adqahda, filan şəhərdə hazır olacaqsınız. Heyəti juri olacaqsınız. Çox adam deyir ki, bu dadqah mümkün 3 ay, 5 ay çəkər. Dövlət də mənə hüquq verməyəcək. Diqqət buyurun, dövlət heyəti juriyə hüquq vermir. Mən gərək öz qazancımla duram, həm də dadqahda olam sübdən axşamıza. Olmaz. Özün vurur dəliliğə, mərizliğə, ya mən mərizəm, mən eləyə bilmərəm. Döhdürdən oradan buradan biləxərə bir şey cürgüsü getməyə dadqaha juri olmaya. Amma əgər dövlət və sistem, yəni kollən sistemi hakimiyyət, əgər tapalar, hətta NGO-lar, tapalar ki, bu adam təmarüz eləyibdir, özün vurub mərizliğə, bu adam zindana gedər. Çünki birinci vəzifəsi budur ki, öz şəhərvəndinə, özünə tay bənzər insanların haqlarından gedib difa edir. Difası nədir? Gedəcək, dadqahda oturacaq, qazi orada oturacaqdır, hakim orada oturacaq, bu adam burada oturacaqdır, qulaq asacaqlar. Həm qazi, həm bu. Həm vəkillər də danışacaqlar, o müttəhəmlər də danışacaqlar. Sonra bu, öz zehni ilə, nəinki dövlət, radio nə deyib, onlara qulaq asmayacaq 10 gündə. Ruznamə oxumayacaqdır, dövlət adamları görməyəcəkdir. Bəlkə də çox adamı görməyəcəkdir. Oturacaq, deyəcək ki, mənim nəzərimə bu adam düz deyir. Bu adam uğur olmaz. Bu adam ehtiyacı var. Bu adam filandır, bəhmandır. Gəlir deyir ki, yox, bu adam mücrim deyil. Diqqət buyurursunuz.
Demokrasinin belə bir qanunları var. Sən niyə bilirsən, deyirsən ki, ağa mən istəyirəm heyəti juri olmayan. İran dövləti heyəti jurini özü seçir. İllər boyu eyni elə bir nümayəndə məclisi gedir, qoyur dadgahlarda, adamlara da hüquq verir. Ya adamlar heyəti juridə olduqları üçün dövlət sistemindən ranta əl tapırlar. Amma bu adam bu pərvəndə qutarandan sonra gedəcək tuta bir də əslində bunun adı bəlkə çıxdı, bəlkə çıxmadı. Sistemlər iştibah qurulduğu üçün iştibah da gedir. Biz heyəti juri qanunundan götürmüşük, amma nə cür İranda istifadə edilir, o cür istifadə. Adı heyəti juridir, amma dövlət təyin edir. Sonra da adamlar ya dövlətdən hüquq alırlar, ya da alsalar da həm hüquq alırlar, həm də rantıdan istifadə edirlər. Çünki mən juriyəm, hər yerə gedir, mən dadgah jurisiyəm ha. Adamlar da buna məcburdurlar da, bəlkə işləri bir gün düşdü. Pəs biz bu günləri çalışdıq, biraz jurnalizmi, inkişaf və tövsiyyə jurnalizminə görə danışaq, biraz Amerika, Avropa ilə, yəni inkişaf tapmış dövlətlərlə inkişaf tapmamışları müqayisə eləyək, biraz da bunların köklərindən zadından deyən. Gələn cələsə bu dərsi davam verəcəyik. Mən fikir edirəm ki, 10-15 cələsə inkişafa görə danışmalıyıq. 15 cələsə də olmasa 5 cələsə inkişafa görə danışacağıq. Ondan sonra görək nə olur. Bir qıssa ara verək. Qıssa aradan sonra ikinci bölümünə, xəbər yazaq bölümünə xidmət olacağam. Qıssa aradan sonra 2-3 dəqiqə gəlirəm. Buyurun.